2025-ci il Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası üçün olduqca məhsuldar keçdi. Geridə qalan il Azərbaycan avarçəkmə idmanı üçün təkcə yarışlarla deyil, həm də sistemli inkişaf, beynəlxalq arenada mövqelərin möhkəmləndirilməsi və yeni nəsil idmançıların yetişməsi ilə əlamətdar oldu. İl boyu federasiya həm idman nəticələri, həm kütləvilik, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm nailiyyətlər əldə etdi. Həyata keçirilən yarışlar, layihələr və ictimai təşəbbüslər avarçəkmənin ölkədə və regionda inkişafına mühüm töhfə verdi. İlin əvvəlində Gənclər və İdman Nazirliyinin təşkil etdiyi 2024-cü ilin idman yekunlarına həsr olunan tədbirdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ardıcıl 3-cü dəfə mükafatçılar sırasında yer alması federasiyanın fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi idi. İcraçıya həm təşəkkürümüzü bildiririk, həm onları təbrik edirik. Oradan da çox böyük iş görürlər. Bildiyiniz ki, bu texniki idman növüdür. Buradakı bu şəraitin yaradılmasıdır, avadanlıqların bura gətirilməsidir. Bunların hamısı burada çox böyük əmək sərf edir. Hazırlaşırdım, məşq eləyirdim və ilk yarış günü idi. Mən finalda yarışdım və finalda qızıl medala sahib oldum. Çok güzel bir his. Buraya geldiğimiz için gurur duyuyoruz. Azerbaycan beraber kardeşlerimizle yarıştık. 2 kişilik kanoada yarıştık K2'de. Altın madalya aldık. Gelmekten gurur duyuyoruz. Yarışlar çox gözəl idi. Yəni biz 1500 metr məsafə, yəni uzun məsafə yarışırdıq. Çətin olsa da yaxşı məşqlərin nəticəsində qalib gəldim, birinciyə tutdum. Yəni rəqiblərim də çox güclü idi. Yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıram. Çox gözəl yarış keçdi. Əziyyət çəkdik. Cüzül məsələ sayəsində birinciyə tutduq. Daha böyük arenalarda bayrağımızı daha da yüksəklərə tutaq. Avropa çempionatlarında avarçəkməni sevənləri sevindirək. Gözlədiyimizdən yaxşı nəticə verdik və gələcəkdə də Avropa, dünya və olimpiyadada özümüzü göstərməyə çalışacağıq. Bayrağımızı digər ölkələrdə qaldıracağıq. Bilirdik ki, qalib gələcəyik. 200 metr məsafədə 2 nəfərlikdə birinci layiq görüldük. ...2024-cü ilin ən yaxşı idman tədbiri nominasiyasında Federasiyanın Qarabağda, ilk dəfə Füzulidə, Köndələnçay su anbarında və Mingəçevirdə təşkil etdiyi Mingəçevir Reqatası 2024 beynəlxalq turnirinin 2-ci yer qazanması bu uğuru daha da möhkəmləndirdi. İl ərzində federasiya ölkə daxilində avarçəkmənin bütün növləri üzrə çoxsaylı yarışlar təşkil etdi. İlk dəfə olaraq akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyinin keçirilməsi texnoloji yeniliklərin tətbiqi baxımından əlamətdar hadisə oldu. Bu yarışlar idmançıların fiziki və funksional hazırlığının yoxlanılması ilə yanaşı beynəlxalq standartlara uyğunlaşma baxımından da mühüm rol oynadı. Yeniyetmə və gənclər arasında keçirilən ölkədaxili turnirlər avarçəkməyə marağın artdığını göstərdi.
İlk dəfə 4 nəfərlik kayak qayığında yarışların təşkili idmançıların texniki imkanlarının genişləndirilməsinə şərait yaratdı. Bu yarışlar nəticəsində seçilən idmançılar beynəlxalq turnirlər və Prezident Kuboku 2025 beynəlxalq reqatası üçün formalaşdırılan heyətə cəlb olundu. Mövsüm ərzində təşkil olunan beynəlxalq turnirlər, o cümlədən Prezident Kuboku təkcə idman hadisəsi kimi deyil, həm də Qarabağın idman xəritəsində yer alması baxımından xüsusi əhəmiyyət daşıdı. Füzuli və Suqovuşanda keçirilən yarış günləri avarçəkmənin azad edilmiş ərazilərdə dirçəlişinin rəmzinə çevrildi. Azərbaycan idmançıları il ərzində beynəlxalq arenada qələbə qazanaraq milli komandanın potensialını nümayiş etdirdi. ...2025-ci ilin ən mühüm hadisələrindən biri ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş Prezident Kuboku 2025 beynəlxalq reqatası oldu. First of all, I'd like to say how happy. Mən çox sevinirəm ki, yenidən Azərbaycana gəlmişəm. 2 il əvvəl ilk səfərim idi və burada gördüklərim məni müsbət mənada təəccübləndirir. Təbii ki, Prezident Kuboku turniri elə bir yarışdır ki, biz hiss edirik və görürük ki, Avropa Kano Assosiasiyası olaraq ildən ilə artır, iştirakçı ölkələrin sayı ildən ilə artır. Mən misal üçün bildirmək istərdim ki, bu dəfəki yarışda debüt edən komandalar var. Düzdür, əsasən Avropa komandaları olsa da biz görürük ki, coğrafiyasını nəzər yetirdikdə artıq 3 qitə təmsilçiləri var. Hindistandır, debüt edir. Afrika, Cənubi Afrika Respublikasıdır, bu yarışda debüt edir. Almaniya komandasıdır və bu bir daha onu göstərir ki, bu turnirə maraq ildən ilə artır və daha çox komanda iştirak etmək istəyir. Və ikinci bir məsələ məni xoş bir mənada heyrətləndirən, təəccübləndirən digər bir məqam isə infrastrukturla bağlıdır. Həm Füzulidə, həm Suqovuşanda, həm Mingəçevirdə yüksək səviyyədə infrastruktur yaranıb, təsis olunub ki, və bu da onu göstərir ki, Azərbaycan
Azərbaycan artıq biz deyə bilərik ki, avar çəkməyin bir vətəninə çevrilib və bu bizi müsbət mənada heyrətləndirir və mən çox şadam ki, bu yarışlara maraq ildən-ilə artır və mən düşünürəm ki, gələcəkdə də daha uğurlu olacaq. Xüsusilə də Yerli Federasiyasının fəaliyyətini qeyd etmək istərdim ki, Federasiya rəhbərliyi bu işə çox böyük önəm verir, bu açıq-aydın hiss olunur. Qarabağda, Füzuli və Suqovuşan, eləcə də Mingəçevirdə keçirilən bu mötəbər yarış Avropa, Asiya və Afrikadan 20-dən çox ölkəni bir araya gətirdi. Qarabağa ilk səfərimdir. Çox sakit və gözəl yerdir. Çoxlu yeni infrastrukturun qurulmasının canlı şahid oldum. Biz burada çox şey öyrəndik və bir sıra örnək olan öyrəniləsi məqamları özümüzdə qeyd etdik. Azərbaycan təşkilatçılığı baxımından böyük uğur əldə edibsə, demək biz də bunu öz ölkəmizdə edə bilərik. İlk dəfədir ki, Azərbaycandayam. Ölkəniz məni çox təsirləndirdi. Biz buraya yarışı izləməyə dəvət edildik. İnanıram ki, Namibiya Milli Olimpiya Komitəsi, Azərbaycan Milli Olimpiya Komitəsi və bir sıra yerli federasiyalar ilə sıx əməkdaşlığa başlayacaq. Bu ərazilərdə işğaldan azad edildikdən sonra çox böyük işlər görüldüyünə şahid olduq. Yarışda 12 ölkə iştirak edir. Yarışın təşkilatçılığı yüksək səviyyədədir. Ümid edirəm ki, 1-2 ilə Namibiya Kanoya Federasiyasının komandası da ölkənizin təşkil etdiyi yarışlarda iştirak edəcək. And I'm honored to be here. Mənim üçün böyük bir şərəfdir ki, mən bugün turnirə qatılmışam. Heç ağlıma gəlməzdi ki, mən gələcəm burada və ilk dəfə olaraq belə bir turnirdə iştirak edəcəm. İndiyə qədər 100-ə yaxın ölkədə olmuşam, amma federasiya ilə, yəni Olimpiya Komitəsi ilə hökumət arasında yüksək səviyyədə əməkdaşlığın şahidi olmamışam və buna görə də mən istəyirəm sizi təbrik edeyim. İlk dəfədir ki, Qarabağdayam. Mənim üçün çox maraqlı yerdir. Görürəm ki, kanoe və avar çəkmək üçün infrastruktur qurulur. Təəccüblə deyə bilərəm ki, bir neçə il öncə işğaldan azad edilən bu ərazilər qısa müddətdə necə sürətlə tikilir. Azərbaycanın bu əraziləri geri qaytarmağından məlumatlıyıq. Köçkünlərin qısa müddətdə öz doğma ərazilərinə geri dönməsi bizi xoş mənada təəccübləndirir. Burada olmağıma çox şadam. Gənclər və İdman Nazirliyi ilə federasiyanızın xoş münasibətlərinin nəticəsidir ki, bu cür yarışların keçirilməsində bərabər fəaliyyət göstərirlər. Tədbirin keçirildiyi infrastruktur çox maraqlı yerdir. Bu ərazinin unikallığı odur ki, ərazilər yenicə işğaldan azad olunub və qısa müddətdə burada xeyli işlər görülüb. Bu da o deməkdir ki, yaxın gələcəkdə tək Azərbaycanlılar üçün deyil, eyni zamanda digər ölkə vətəndaşları üçün bu ərazilər xüsusi bir məkana çevriləcək. İştirakçı ölkələrin sayından bunu görə bilərik. Mən istəyirəm bildirim ki, ümumiyyətlə təkcə öz ölkəmə yox, Afrika qitəsinə buradan götürmək istədiyim əsas mesaj sülh və stabillikdir və doğrudan da məni eyni zamanda İran edən məsələlərdən biri hər yerin təmiz olmasıdır. Yəni hər yer yüksək səviyyədə təmizdir və hətta mənim yadıma gəlir ki, masamın üzərində kağız qırıntıları var idi. Mən özüm onu götürüb cibimə qoydum və çalışdım ki, yerə düşməsin. Və sizə çağırış eləmək istəyirəm. İstəyirəm ki, şəhərinizi belə gözəl və təmiz saxlayın. Qeyd etmək istəyirəm ki, idman bir fəaliyyət olaraq insanları bir araya gətirir və insanları vahid bir məqsəd ətrafında birləşdirir. Əslində mənim ölkəmdə hal-hazırda vəziyyət belə deyil. Mən də çalışacağam öz ölkəmdə insanlara çağırış edeyim ki, onlar Azərbaycanla yaxından işləsinlər. Azərbaycandan çünki bizim öyrənəcəyimiz çoxlu şeylər var.
qeyd etdiyim kimi daha böyük yarışlar olduğuna görə biz ümumilikdə bir yerdə əməkdaşlıq edərək belə bir qənaət formalaşdıra bilərik ki, Azərbaycan daha böyük yarışları avar çəkmə üzrə qəbul edə bilər və mənim ümumi təəssüratım budur ki, təbii ki, mənim gördüklərimə əsasən onu deyə bilərəm ki, biz birlikdə əməkdaşlığı daha da inkişaf etdirsək, 2027-ci il və daha sonraki illərdə Azərbaycan avar çəkmə üzrə daha böyük yarışlara qəbul edə bilər, ev sahibliyi edə bilər. İlk öncə istəyirəm ki, sizi təbrik edeyim. Əslində təşkilatı məsələlərlə bağlı mənim şahidim olduğum məsələ odur ki, çox yüksək böyük komanda əzmkarlığı var. Ümumiyyətlə, Azərbaycan tək adamın fəaliyyətinə inanmaz. Azərbaycan birliktəliyə inanan bir ölkədir və mən bunu digər Afrikadan olan həmkarlarımla birlikdə öz ölkəmizə götürəcəm və öz qitəmizdə bunu təbliğ edəcəm. Baxın, son 20 ildə olan dəyişikliklərə baxın, Azərbaycanda kifayət qədər böyük dəyişikliklər olub və bu doğrudan da heyrətamizdir. Və mən istərdim ki, sizin ölkənin prezidentini də təşəkkürümü bildirim və ona da təbriklərimi çatdırım. Ben düşünürəm ki, bu yarışda bu qədər xarici qonaqların iştirakı da xüsusi əhəmiyyət kəsb edir. Çünki bilirsiniz ki, Bakıda hal-hazırda böyük bir tədbir keçirilir, gimnastik üzrə tədbir keçirilir və bu tədbir iştirakçıları məhz bu Füzuliyə gəliblər və bu yarışı izləyirlər. Aydın məsələdir ki, ümumiyyətlə Azərbaycanda son dövrlərdə kanoe və avar çəkmə idmanı inkişaf edir. Artıq 4-cü beynəlxalq turnir keçirilir. Mən ümid edirəm ki, məhz bu cür istər su qovuşanda, istər Füzulidə, istər Mingəçevirdə bizim gələcək böyük idmançılarımız yetişəcəkdir. Regata Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edildi və yüksək təşkilatçılığı ilə beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirildi. Bu yarışlar artıq beynəlxalq təqvimə də düşüb və ildən ilə daha çox maraq artır bu yarışlara və mən fürsətdən istifadə edib bütün təşkilatçılara təşəkkürümü bildirmək istəyirəm. Başda Federasiya. Azərbaycan komandası yarışı 1 qızıl, 7 gümüş və 7 bürünc medal olmaqla ümumilikdə 15 medalla başa vurdu. 2 gümüş, bir də ikinci. Azərbaycanlı olmaqdan mutluyuz. Bu yarış 2 gümüş, 1 qızıl medal qazandım. Bu il daha yaxşı iştirak elədim, daha yaxşı öz bacardığımı göstərdim və yarışlara daha soyuqqanlı yanaşdım. Çox güclü bir gərgin bir mübarizə var idi, amma yenə də ona baxmayaraq mən 3-cü nəticə göstərdim. 2-ci yerə layiq görüldüm. Burada yarışmak çok güzeldi. Azerbaycan'daki kardeşlerimizle beraber. Ya benim için çok hem gurur verici hem de mutlu edici bir şeydi. Biz çox inanırıq bizim idmançılarımıza, qələbələrimiz olacaq. İl ərzində Azərbaycan avar çəkənləri beynəlxalq yarışlarda uğurla çıxış etdilər. Turnirlərdə qazanılan medallar milli komandanın yüksəlişini göstərdi. Xüsusilə gənc idmançıların beynəlxalq arenada sabit nəticələr göstərməsi təqdirə layiqdir. Federasiya eyni zamanda məşqçi və kadr hazırlığını diqqətdə saxladı.
beynəlxalq kurslarda iştirak, Avropa Kanoe Assosiasiyasının inkişaf proqramı çərçivəsində təlim, məşq toplanışları və mütəxəssislərlə əməkdaşlıq, bilik və təcrübənin artmasına xidmət etdi. Kütləviliyin artırılması məqsədi ilə uşaq və yeniyetmələr üçün ictimai tədbirlər, açıq məşqlər, həvəskar yarışlar və maarifləndirici layihələr həyata keçirildi. Parklarda, regionlarda və sosial məkanlarda təşkil olunan bu tədbirlər avar çəkməni geniş auditoriyaya yaxınlaşdırdı. İlin sonunda Azərbaycan çempionatları və MDB oyunlarına hazırlıq xarakterli yarışlar Federasiyanın planlı və məqsədyönlü fəaliyyətini bir daha ortaya qoydu. Bütün bu proseslər göstərdi ki, 2025-ci il Azərbaycan Kanoe və Avar çəkmə Federasiyası üçün təkcə nəticələrin deyil, həm də gələcəyə hesablanmış davamlı inkişafın ili oldu. Ərzində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə keçirilən çoxsaylı çempionatlar avar çəkənlərimizin hazırlıq səviyyəsini və potensialını nümayiş etdirdi. Artıq biz ənənəvi olaraq il ərzində Mingəçevir şəhərində 4 yarış keçirilir. Bugünkü yarışımız Azərbaycan çempionatı idi, həm də MDB oyunları qabağı sınaq test yarışı keçirilirdi. Buradan komanda müəyyənləşdirilirdi. Hansı ekipajlar yarışda çıxış eləyəcək. Yarışda Bakı şəhərinin məktəbləri, Mingəçevir şəhərinin məktəbləri, həmçində bizim inteqrasiya təlimli internat tipli gimnaziyanın 6 şagird idmançısı yarışda iştirak edirdi. 2 gün ərzində şagirdlərimiz çox böyük uğurlar əldə etdi. Birinci yer, ikinci yer və üçüncü yerləri layiq görüldülər. Mənim arzum bir məşqçi kimi bütün Mingəçevir şəhərinin gənclərinə, Bakı şəhərinin idmançılarına tövsiyəm odur ki, Mingəçevir şəhər inteqrasiya təlimi internat məktəbinə müraciət eləsinlər. Azərbaycan Kanoe Avar çəkmə Federasiyası tərəfindən bütün şəraitlərdə yaradılıb, biz birgə işləyirik federasiya ilə qarşılıqlı. Yaxşı olardı ki, gəlib burada Mingəçevir şəhərində həm təhsillərini davam etdirədilər, həm məşq eləyərdilər. Şagirdlər məktəbimizdə 4 gün qalırlar, 5-ci günü evə gedirlər. Gün ərzində 4 dəfə yeməklə təmin olunurlar, dəftər ləvazimatları, kitablarla, paltarla
hər bir şeylə dövlət tərəfindən təmin olunurlar. Mən də Daşsadə İsabala, 15 yaşım var, akademik avar çəkmə ilə məşğul oluram. Bakıda Mingəçevirə təhsilimi köçürmüşəm. Çünki idmana daha yaxın, aktiv olmaq üçün. Mən burada Mingəçevir Kür Olimpiya Təlim Tədris Mərkəzində məşq edirəm və gələcək yarışlarda hazırlaşıram. Hər kəsə uğurlar. Mən Əlizadə Məhəmməd. Akademik avar çəkmə ilə məşğul oluram. Mən Bakıdan 10 nömrəli Mingəçevir şəhərinin tam orta məktəbə köçürməklədim. İdmana daha da yaxşı məşğul olmaq üçün və hal-hazırda Kür Olimpiya Tədris Mərkəzində məşqlərini davam edirəm. Çünki bu baza ən yaxşı bazalardandır və bütün şərait burada qurulub. Gələcək yarışlara aktiv şəkildə hazırlaşıram və hər kəsə uğurlar arzu edirəm. Avropa və dünya miqyaslı turnirlərdə əldə olunan nəticələr Azərbaycan avar çəkməsinin artıq rəqiblər üçün ciddi gücə çevrildiyini bir daha təsdiqlədi. Xüsusilə gənclər və yeniyetmələr arasında seçilən idmançılar gələcək üçün ümidverici mənzərə yaratdı. Mövsümün vacib məqamlarından biri də federasiyanın fəaliyyətinin ictimaiyyətə açıq şəkildə təqdim olunması oldu. Keçirilən mətbuat konfranslarında görülən işlər, qarşıda duran hədəflər və mövcud problemlər açıq müzakirə edildi. Bu isə şəffaflığın və peşəkar idarəetmənin göstəricisi kimi qiymətləndirildi. İlin təhlili onu göstərdi ki, uğurlar təsadüfi deyil. Onların arxasında illərin zəhməti, düzgün planlama, məşqçilərin peşəkarlığı və idmançıların iradəsi dayanır. Maddi-texniki bazanın gücləndirilməsi, təlim-məşq prosesinin beynəlxalq standartlara uyğun qurulması nəticələrin sabitliyinə yol açdı. Bununla yanaşı, mövcud çağırışlar da diqqətdən kənarda qalmadı. Rəqabətin artması, yeni texnologiyaların tətbiqi və kadr potensialının davamlı inkişafı gələcək mərhələdə əsas prioritetlər kimi müəyyənləşdirildi. Gələcəyə ünvanlanan perspektivlər isə daha iddialıdır. Qarşıdakı illərdə beynəlxalq arenada daha yüksək nəticələr, Olimpiya dövrünə sistemli hazırlıq və regionlarda avar çəkmənin kütləviləşdirilməsi əsas hədəflər sırasında yer alır. Bu yol çətin olsa da, geridə qalan ilin nəticələri göstərir ki, Azərbaycan avar çəkməsi bu məsuliyyətli mərhələyə hazırdır. İlin yekunlarında federasiyanın ekoloji və ictimai məsuliyyət istiqamətində fəaliyyəti də ön plana çıxdı. Qlobal avar çəkmə təşəbbüsləri çərçivəsində təmiz su resurslarının qorunmasına çağırış edən aksiyalar Azərbaycanı beynəlxalq ekoloji platformalarda da təmsil etdi. Tədbirimiz həm bayraq gününə, həm zəfər gününə həmin günlər düşdü və bu dəfə də adını da qoyduq ki, zəfər gününə suda ehtiram. COP29 ərəfəsində federasiyamız Təmiz Suda Avar Çək devizi altında aksiya təşkil etdi. Qlobal Kanal Avar Çəkmə Federasiyası ilə birlikdə həmin aksiyanın səlahiyyətli nümayəndəsi Kenli bugün tədbirlərə iştirak etdi. İl ərzində görülmüş işlərdən və gələcək planlardan danışdı ki, bu Qlobal Kanal Avar Çəkmə aksiyası 100 şəhəri əhatə edir. Bakıdan sonra onlar Braziliyaya yola düşəcəklər və Braziliyada Belem şəhərində aksiya davam etdiriləcək və növbəti illərdə də artıq 100 şəhəri əhatə edəcək.
bildiyiniz kimi yenə də keçən ilki kimi bizim Çin qonağımız gəldi, həmən təşkilatı işlədi, bizə kömək elədi və buradan artıq Braziliya yola düşür. Bildiyiniz kimi COP30 Braziliyada olacaq və gələn həftə eyni tədbiri orada keçirəcək. Amma biz artıq imzaladığımız memoranduma əsasən biz hər il bu tədbiri keçirmək planlaşdırırıq. Təmiz suda avar çək əsas mahiyyəti sıfır karbon, təmiz hava və təmiz sudur. Avar çəkmə idman növü də ekoloji cəhətdən suyun təmizlənməsində, suda oksigenin qarışmasında, dövriyyəsində xüsusi rol oynayır. Çünki avarlar hər dəfə suya vurduqca su qarışır. Bu həm suda olan bitkilər, həm də canlılar üçün xüsusi önəm daşıyır. Mövsümün sonunda keçirilən mətbuat konfransı və Xəzər dənizində təşkil olunan kütləvi nümunəvi çıxışlar ilin görülən işlərinin vizual yekunu oldu. Tədbirlər avar çəkmənin yalnız yüksək nəticələr deyil, həm də kütləvilik, maarifləndirmə və gələcəyə yönəlmiş inkişaf strategiyası üzərində qurulduğunu göstərdi. Geridə qalan il sübut etdi. Avar çəkmə həm də iradənin, nizamın və gələcəyə inamın simvoludur. Bu inam isə növbəti uğurların ən güclü təməlidir. MDB oyunlarında ilk dəfədir yarışıram. Mən bugün 200 metr məsafədə tək nəfərlik kayaq növündə ikinci yerə layiq görüldüm və mən ikinci yer tutuma görə sevincliyəm. İkinci MDB oyunlarına hazırlıq çox gərgin gedirdi. Mən bilirdim ki, rəqiblərim güclü olacaq, dünya çempionu gələnlər olacaq və ona baxmayaraq, bəli, inanırdım ki, medallar sırasına düşə biləcəm. Amma həyəcan var idi startda. Startı çıxandan sonra hiss elədim ki, rəqiblər qabaqdadır, amma ona baxmayaraq buraxmadım. Ondan axıra kimi mübarizə aparmaq istədim və medal əldə etdim o yüzden. Bugün burada MDB oyunlarında Mingəçevir şəhərində bizim bayrağımızı zirvələnmək çox şadım. Yarışlar çox gərgin keçdi. Bizim xoşumuza gəldi. Rəqiblər çox yaxşı idilər. Gələcəkdə daha böyük zirvələrə bayrağımızı qaldıracağıq. Beləliklə, 2025-ci il Azərbaycan kanoe və avar çəkmə idmanı üçün ardıcıl inkişaf, möhkəmlənən mövqelər və yeni hədəflərlə yadda qaldı.